fikir verin. Səsi görürsünüz, eşidirsiniz yəqin ki. Drel səsi. Bu evdə də, seansda və yaxud da ki, evdə də hər hansı bir video çəkəndə eyni səsi eşidirəm. Bu nəyə işarədir? Bu işarəni tuta bilirsənmi? Həyatında alınmayan işləri, həyatında yolundan getməyən işlər niyə görə alınmır? Niyə görə yenidən hər zaman başlayırsan? Niyə görə çətinliklər var? Bu yol nə üçündür? Bunun fərqində olmağı seçirsənsə həyatın dəyişir. Yox, əgər sən düşünürsən ki, məntiqlə ölçdün, biçdin, falan işə girdin, falan kursa getdin və yenidən hər şeyi yenidən başlayırsan. Bunlar nədir? Psixoterapiya nə işə yarayır? Bax, bunların işinə yarayır. Çox insan bunu mənasız və yaxud da vaxt və pul itkisi düşünür. Amma bir insan bu işin dərinliyini bilən bir psixoloq, psixoterapiya və bununla məşğul olan insan bu terapiyanın insanlara nə faydası var deyə düşünərək öz həyatını, öz dəyişimlə məşğul olursa və həyatında aynı qanarları, bu enerjiləri bilərək, bu işarələri görərək gedirsə, demək bunu sən də gedə bilərsən və bunun üçün mən buradayım. Və bunu sən görməyə bilərsən, işarələri tutmaya bilərsən, həyatında olan karmik borçları ödəmədən həyatını təkrar eyni döngüsü və labirintini yaşaya bilərsən. Biz düşünürük ki, məntiqlə mən filan işdən çıxıb, filan kursa gedib, filan işlə məşğul olsam və yaxud da ki, bunlar yoluna düşəcək, yox. Sən bu karmanın ödənişini edəndən sonra həyatın bir başqa risk edərək bir başqa qapını açır, bir başqa yolunu açır. Sən bunu dərk etsən, sən bunu açıq olsan və psixoterapiyanın, mənim keçdiyim terapiyanın həyatını necə dəyişəcəyini, necə başqa bir qapılara, necə başqa bir insan olacağını, zaten mənim seanslarımda iştirak edən insanlar bunları görüblər, yaşayıblar. Buna etiraf etsələr də, məntiqə gəlib çatana kimi, bunu necə baş verdiyini insan dərk edə bilmir. Seansdan sonra insanların həyatı dəyişir, baxış tərzi dəyişir, həyatında başqa bir yönlər, başqa bir şəxsiyyət, başqa bir həyata keçdikləri üçün düşünür ki, məntiqli özünün bu yolu getdiyi üçün yox. Sən şuur altındakı labirintdən, şuur altında olan labirintdən çıxdığın üçün, təkrar karmaları yaşamadığın üçündür bu hadisələrin baş verməsi. Mənim keçdiyim seanslar dərin, şuur altı mexanizmləri işə salmaq üçün bütün detalları yığaraq, onları aktiv edərək həyatına, sənə uyğun həyatına, əgər sən uğurluq enerjiyə girmirsənsə, kiminsə resursunu oğurlamırsansa, bir psixoloqun resurslarını oğurlamırsansa, onda niyə var, məndə niyə yoxdur? O enerjilər əlbəttə ki, bir müddətdən sonra deaktiv olur və sən yenə də karmik borcu ödəmədiyin üçün yenidən sıfıra düşürsən, yenidən o dairəyə düşürsən. Yəni, insan terapiyalarda, mənim keçdiyim terapiyalarını təkrar edirəm.